2016 il 2. ay F30 IT4 menüsü ile NBT Evo Y versiya. Daha bir müşteri yaxınlaşıb və ID6 menüsü CarPlay ilə birlikdə yazılması xahiş edib bizdən. Və daha bir qeyd etmək istəyirəm ki, bu bütün maşınlara yazılmır. 2016 ilin F10 və F15-ə yazmaq mümkün deyil. Ancaq 1-ci, 2-ci, 3-cü və 4-cü seriyə yazmaq mümkündür. ID6 menü və CarPlay aktivləşdirməsi. Yazılma 2 saat vaxt aparır. 2 saatdan sonra isə sizdə təzə menü olacaq, simsiz CarPlay aktivləşdiriləcək, bir sözlə J30 menüsü olacaq. Təzə sistem Wi-Fi antena qiymətə daxildir, quraşdırılacaq. Müştəriyə isə xeyirli olsun. Siz isə izləmədə qalın. Sağ olun, sağ-salamat.